Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz dünya dövlətlərinin geosiyasi mövqeyi və dünyada baş verən siyasi münaqişə regionlarından danışacağıq. İlk növbədə baxaq görək ki, dövlət nədir? Dövlətin yaranması üçün hansı amillər lazımdır? Ümumiyyətlə biz siyasi xəritəyə baxanda siyasi xəritədə iki cür ərazilər görürük. Bir müstəqil dövlətlər, bir də asılı ərazilər, yəni həmin müstəqil dövlətlərdən asılı vəziyyətdə olan ərazilər. 1900-cü ilə qədər dünyada müstəqil dövlətlərin sayı az idi. 55 müstəqil dövlət vardı. Hal-hazırda isə dünya siyasi xəritəsində 230 dövlət göstərilir ki, 230-a yaxın dövlət göstərilir ki, bunun da 194-ü tam müstəqil dövlətdir və BMT tərəfindən tam rəsmi şəkildə tanınır. Digər ərazilər isə digər dövlətlərdən asılıdır. Asılı ərazilər hesab olunur. Ən çox asılı ərazilər Mərkəzi Amerikada və Okeaniyada yerləşir. Ən böyük asılı ərazimiz isə Fransız, quruda ən böyük asılı ərazimiz isə Fransız Qvianasıdır. Fransadan asılı vəziyyətdədir. Cənubi Amerikada yerləşir. Fransız Qvianası. İndi baxaq görə dövlətin yaranması üçün bizə əsas nələr lazımdır? Ərazini dövlət adlandırmaq üçün birinci növbədə onun ərazisi olmalıdır, yəni sərhədləri. Onun sərhədləri ikinci növbədə e, həmin dövlətin əhalisi olmalıdır. Üçüncü növbədə idarə etmə orqanları olmalıdır. Yəni bir dövləti idarə etmək üçün idarə etmə orqanı olmalıdır mütləq. Bu amillər ödənərsə dövlət yaratmaq olar. Həmçinin özünə məxsus xırda, misal özünə məxsus əlamətlər kimi onun rəmzi olmalıdır, gerbi olmalıdır. Bu kimi əlamətlər də olmalıdır. Gəlin ilk növbədə ərazisinə baxaq. Dövlətin ərazisi deyəndə onun quru və su sərhədləri nəzərdə tutulur. Hər bir dövlətin və quru və su ərazisi onun dövlət ərazisi adlanır və hava məkanı. Onun dövlət ərazisi adlanır. Quru sərhədlərini müəyyən etmək ya təbii obyektlərdən ya da ki, ölkələrin sərhədlərdən keçirir. Amma su sərhədlərini necə müəyyənləşdiririk? Birinci, ölkənin sahilindən 12 dəniz milinə qədər olan məsafə adlanır məhəlli sular. Məhəlli sular tamamilə sahil boyu ölkəyə məxsusdur. Həm təbii ehtiyatları, həm istifadəsi, hər bir şey sahil boyu ölkəyə aiddir. 12 dəniz mili məsələsində bir dəniz milimizdə 1852 metr olduğuna görə 12 dəniz milini tapmaq üçün 12-ni 1852-yə vursaq 22,2 kilometr eləyər. Daha sonra gəlir ikinci ərazimiz iqtisadi zona. İqtisadi zona sahildən sahildən 200 mil məsafəyə qədər olan hissə adlanır iqtisadi zona. İqtisadi zonada olan təbii ehtiyatlar sahil boyu ölkəyə məxsusdur, amma orada nəqliyyat və kommunikasiya məsələləri üçün istifadə isə bütün dövlətlər üçün, yəni sahil boyu ölkələrə aid deyil, bütün dövlətlərə aiddir. Bütün dövlətlər tərəfindən nəqliyyat kommunikasiya məqsədindən istifadə oluna bilər. 200 dəniz milində 1852 metrə vursaq, alarıq 370 kilometr. Yəni iqtisadi zona 370 kilometrə qədər, sahildən 370 kilometrə qədər olan məsafəni əhatələdir. Təbii ehtiyatlar sahil boyu ölkəyə aid oldu. Digər ölkələr isə nəqliyyat kommunikasiya məqsədindən azad şəkildə istifadə edə bilər. Və var neytral zona, yəni heç bir ölkəyə məxsus olmayan su sərhəddi. Sahildən 200 dəniz milindən sonra olan hissə adlanır neytral zona. Oradakı təbii ehtiyatlar olsun və yaxud da digər istifadə qaydaları olsun, heç bir ölkəyə məxsus deyil. Sərbəst zonadır. Buna da deyirlər neytral zona. Deməli, bunların hamısı görülür sahildən hesablanır. Yəni iqtisadi zonanın içərisində məhəlli sular da getdi artıq. 12 dəniz mili oldu məhəlli sular, 200 dəniz mili iqtisadi zona, 200 dəniz milindən sonra oldu neytral zona. Bu bizim su sərhədlərimizin hesablanması qaydası idi. Daha sonra ölkələr özünə məxsus yerləşmə xüsusiyyətinə görə keçən dərs bölmüşdük. Fiziki coğrafi mövqe, iqtisadi coğrafi mövqe və siyasi coğrafi mövqe. Bu dəfə isə ölkələri iqtisadi cəhətdən qiymətləndirərkən, yəni iqtisadi coğrafi mövqe cəhətdən qiymətləndirərkən 3 səviyyədə qiymətləndirəcəyik. Var mikro siyasi coğrafi mövqeyimiz, var mezo siyasi coğrafi mövqeyimiz, var makro siyasi coğrafi mövqeyimiz. Mikro daha kiçik anlayışdır. Ərazinin qonşuluqda yerləşən obyektlərə nəzərən mövqeyidir. Misal üçün, Böyük Britaniyanın mikro mövqeyi. Böyük Britaniya və İrlandiya adalarında yerləşir. Şimal dənizi, La-Manş boğazı vasitəsilə digər ölkələrdən ayrılır. Ərazisi tarixən 4 hissəyə bölünür. Şimali İrlandiya, Şotlandiya, İngiltərə və US. Bu onun qonşu ölkələrə nəzərən mövqeyi oldu. Makro mövqe isə regiondakı ölkələrə nəzərən mövqeyidir. Böyük Britaniya Qərbi Avropada iqtisadi və siyasi gücünə görə seçilir. Almaniya, Fransa və İtaliya ilə birlikdə regionun ən güclü dövlətləridir və deməli ən güclü dövlətlərdir. Böyük yeddiliyə daxildir. Region ölkələrinə nisbətən müqayisəsi oldu mezo coğrafi mövqe. Makro coğrafi mövqe isə bütün dünya ölkələrinə nəzərən mövqeyidir.
Böyük Britaniyanın makro mövqeyinə haqqında məlumat versək, deyərik ki, Böyük Britaniya böyük coğrafyakeşlər dövründən müstəmləkəçilik siyasəti yeridir və həm siyasi, həm də iqtisadi qüdrətini yüksəltməyə imkan vermişdir. Yəni bütün dünyanı narahat edir ki, Böyük Britaniya məsəl üçün güclü dövlətdir, digərlərinə təsir edə bilər. Bütün dünyanı əhatə edən mövqe adlandı makro mövqe. Daha sonra keçdik geosiyasət elminə. Geosiyasət elmi nədir? Ümumiyyətlə ölkənin siyasi coğrafi mövqeyi deyəndə biz ona geosiyasi mövqe deyirik. Ölkələrin də geosiyasi mövqeyini siyasi coğrafiyanın qolundan geosiyasət elmi öyrənir. Geosiyasət elminin əsası hansı rollar oynayır? Dövlətin geosiyasi maraq dairəsini təyin etməlidir. Yəni siyasi maraq dairəsi nədir dövlətin? Geosiyasət elmi müxtəlif ölkələrlə münasibətlər sisteminin qurulması, müttəfiqlər, rəqiblər, qonşularla, digər ölkələrlə münasibətimizi öyrənir siyasi istiqamətdə və dövlətin maraqlarının təmin edilməsi metodlarının işlənib hazırlanması. Geosiyasət elmində dövlətin maraqlarının təmin edilməsi üçün 4 metod təşkil olunur. Siyasi metodlar, kulturoloji metodlar, yəni mədəni, hərbi metodlar və iqtisadi metodlar. 4 metod əhatə elədi. Həmçinin onu da deyə bilər ki, geosiyasət elminin əsas istiqamətlərindən biri coğrafi determinizm nəzəriyyəsidir. Coğrafi determinizm nəzəriyyəsində deyir ki, ölkənin inkişafı, iqtisadi inkişaf səviyyəsi birbaşa təbii amillərlə bağlıdır. Yəni məsələn dəniz sahili mövqeyidir, materik daxili mövqeyidir. Bu kimi amillər birbaşa təsir eləyir ölkənin iqtisadi inkişafına. Coğrafi determinizmin anlayışının mahiyyəti bundan ibarətdir. Daha sonra ölkənin geosiyasi rolunu müəyyən edərkən əsas amillər və ikinci dərəcə digər amilləri nəzərdə tuturuq. Əsas amillər deyəndə ölkənin iqtisadi gücü, yəni ümumdaxili məhsulun həcmi nə qədərdir? Hərbi gücü, hərbi büdcə, nüvə potensialı, hərbi qüvvələrin sayı nəzərdə tutulur və təbii resursların həcmi. Bunlar ölkənin iqtisadi gücünü müəyyən edən əsas amillərdir. Siyasi rolunu müəyyən edən daha doğrusu. Digər amillər isə siyasi təsir dairəsini, ölkə daxili sabitliyi, vətəndaşların sağlamlığına aid edə bilərik. Geosiyasət elmi ölkələr arasındakı münaqişələri, həmçinin müasir dünyada ölkələrin digər ölkələrə baxış bucaqlarını da araşdırır. Deyir ki, əvvəllər hərbi rol daha önəmli idi. Yəni müharibə yolu ilə hər şey həll olurdu. İndiki dövrdə isə əsasən arada fərqləri yaradan, yəni münaqişələri yaradan separatizm siyasəti və marionet hökumətlərin yaradılması ilə bağlıdır. Marionet hökumət nədir? Marionet hökumət güclü bir ölkənin təsiri ilə, yəni güclü bir dövlət öz diktəsi ilə digər bir ölkəni idarə edir. Həmin ölkənin isə müstəqilliyi formal xarakter daşıyır. Buna deyirlər marionet ölkələr. Yəni bir güclü ölkə həmin dövləti idarə edir. O dövlətin müstəqilliyi isə formal xarakter daşıyır və münaqişələrin yaranma ocağı kimi göstərə bilər və separatizm siyasəti. Separatizm siyasəti nədir? Separatizm ölkəni müxtəlif hissələrə bölmək siyasətidir. Yəni ölkənin ərazisində çaxnaşma yaradır vətəndaşlar arasında və nəticədə millətçilik, irqçilik, nə bilim dini amillər və sair digər səbəblərə görə ölkə ərazisində bölünmələr baş verir, çıxışlar baş verir, üsyanlar baş verir. Bu siyasət də adlanır separatizm. Yəni ölkəni daxildən parçalamaq siyasəti. Daha sonra keçirik növbəti və bu cür siyasətlər nəticəsində dünyada ölkələr arasında münaqişə ocaqları yaranır. Bu münaqişə ocaqlarına qaynar nöqtələr də deyirlər. Baxaq görək hansı ərazilərimizdə qaynar nöqtələrimiz var. Misal üçün Əfqanistanın ərazisində Taliban, İslam Cihatçıları Təşkilatı və Əl-Qaidə terror təşkilatları var ki, NATO qoşunları ilə hərbi münaqişədədirlər. Əfqan və Əfqanistan milli ordusu ilə. Sonra Hindistan-Pakistan sərhədində azad Keşmir problemi var. Qəzza sektoru İsraillə Fələstin arasında yaradılıb bu Qəzza sektoru. Güc uğrunda mübarizə aparılır burada. Daha sonra İraq-Suriya arasında IŞİD təşkilatı, yəni İraq-Şam İslam dövləti. Onlar özlərinə aid xilafət yaratmaq istəyirlər, dövlət yaratmaq istəyirlər, müstəqillik əldə etmək istəyirlər. Kürdlər İraqdan ayrılmaq niyyəti ilə bunu yaradıblar. İraq-Şam İslam dövləti. Sonra Suriyanın ərazisində daima həm daxili çaxnaşma olur vətəndaşlar arasında, həmçinin xaricdən İsraillə, Fələstindən mübarizələri gedir. Daha sonra gəldiyi münaqişə ocaqlarından göstərə bilərik. Ukraynada var Luqansk Xalq Respublikası münaqişə zonası, Donbas Xalq Respublikası münaqişə zonasıdır. Daha sonra Ukrayna ilə Rusiyanın arasında Olster vilayəti var. Olster. Bu da münaqişə ocağıdır.
Sonra Liviyada ölkə başçısını öldürürlər, edam edirlər və ondan sonra hakimiyyət uğrunda ölkə arasında, vətəndaşlar arasında mübarizə başlayır. Ermənistan Azərbaycan arasında əvvəllər Dağlıq Qarabağ problemi vardı ki, şükür ki, həll oldu bu problemimiz. Daha sonra bu siyahıya münaqişə zonalarını əlavə edə bilərik. Çinlə Tayvan arasında Tayvan problemi. Tayvan müstəqilliyi əldə etmək uğrunda mübarizə aparır. Çindən asılı ərazidir. Sonra Çində Sinsiyan Uyğur Muxtar Vilayətində Tibet qaynar ocağı var. Münaqişə ocağı var. Onlar da ayrılmaq istəyirlər, müstəqillik əldə etmək istəyirlər. Sonra Böyük Səhra Demokratik Respublikamız var Afrikada. Mərakeş özlərini müstəqil elan eləsələr də, dövlətin adı Qərbi Böyük Səhra qoysalar da, amma Mərakeş hələ də onu özündən asılı vəziyyətdə saxlayır. Sonra Moldovada var Dnestr boyu Moldovanın ərazisində qaynar nöqtə kimi Dnestr boyu var. Münaqişə ocağıdır. Sonra Gürcüstan ərazisində qonşuluğumuzda Abxaziya var, Cənubi Osetiya vilayəti var. Mübahisəli yerlərdir. Cənubi Osetiya, daha sonra Abxaziya, Gürcüstanda olan münaqişə ocaqlardır. Abxaziya. Daha sonra nə demədik? Moldova demişik. İspaniya var, bu siyahıda yox idi. İspaniyada Basklar ölkəsi var. İspaniya, Basklar ölkəsi. Bu da qaynar ocaqlar hesab olunur. Bunlardan ibarət idi. Bundan başqa da çoxdur, lazımları dedik. Sonra burada göyərçin təsviri var. Bu Pablo Picasso'nun çəkdiyi rəsmdir. 1949-cu ildə İspan rəssamı çəkmişdi. Sonradan isə sülhün rəmzi hesab olundu. Müharibələrə qarşı simvol kimi istifadə olunmuşdu. Bugünkü dərsimizdə bu qədər. İnşallah gələn görüşlərədək.